O qraf götürür, malikanəsinin bir hissəsini satır, kəndlərə paylayır torpaqları. Bir neçə ildən sonra gəlir görür nə ediblər. O kəndlilər onlara verilən torpağı satıb vodka alıb içiblər. Həyatın dibinə iniblər. Və ona kömək eləmək istəyirdi. Qalır belə. Demək ki, bunu elə qalıb öz yanımda işlətməm daha yaxşı idi bunun üçün. Bu özünü işlədə bilmir. Allahın işinə qarışır. Haysı. Yəni istəsən belə sən kimisə xilas elə yer üzündə çox fərqli səviyyədə, fərqli şuur səviyyəsində insanlar var. Biri-birini işə götürəsiniz deyə biz sizi fərqli yaratdıq. Hər kəs də öz məsuliyyətini görsün. Hamı bərabər deyil. İnsanlar bərabər deyillər. Qadın və kişi də bir-birinə bərabər deyil. Fərqlidirlər. Amma biz bütöv vahid bir cəmiyyət təşkil eləməliyik, ailə təşkil eləməliyik və xidmət eləməliyik